Balay 70% bizim əmal ruzanəmiz bər əsas adətdir. Salam əzizlər, vaxt bixeyir. Əgər istəyirik təzə ildə bir təzə insan olaq və nəticə behtərə və pişrəftətərə əl tapaq, gərək adətlərimizi behtər və pişrəftətər eləyək və lifestyle həmin səbki zindagimizdə təğyirat icad eləyək. Ba adətهای fe'li nəticə fe'li əl tapacağıq. Əgər istəyirik nəticə cədid əl tapaq, pəs laziməsi budur ki, adətهای cədid icad eləyək, adətهای behtər icad eləyək, ta bizim səbki zindagimizi təğyir verək. Hala niyə çox adətin üstündə təkid eləyək? Balay 70% bizim əmal ruzanəmiz bər əsas adətdir. Sübh yuxudan durmağımız, axşam yatmağımız, hətta namaz qılmağımız əksərən bər əsas adət. Çünki bir səbkinlə, bir rivalla biz qabağa gidirik və məğzin də səyiminadır ki, kəmtərin enerjini məsrəf eləyək, ona görə istəyi əmalı bir surət rutin və xodkar əncam verək. Bəs xahiş eləyəm, əgər istəyirsiniz zindagınızda təğyir mühümmi icad eləyəsiniz və vaqəən bedun bağlı təğyirsiniz, həttəmən bizim peyci follow eləyin və postlarımızdan istifadə eləyin, kommentlərdə nəzəratçı deyin, tabi qol sizin təbqo xas söz, təbqo mətlubuz eləyə bilək sizə post amuzuşu cürüyək və çoxdar xidmətçilik. Bəs əgər istəyirik, bu ara təşkil edeyim, əgər istəyirik bir zindagi cürüyək ki, pişrəft eləyək, behtər ola, laziməsi budur ki, adətlərimiz əvəz ola və behtər ola. Ya Ali, Xudahafiz.